49-cu suala baxırıq. Burada da S dəyişəninin 128 çap olduğunu verir. Çıxışa verdiyini. N dəyişəni daxil edilə biləcək ən böyük natural qiymətin. Yenə deyə bilmirəm ki, mən dövrdən çıxanda ən böyük qiymətini tapacağım. Yox, həll eləyəcək və onda baxacağıq. Baxın, deməli 128 çapa veribsə, hər dəfədə nədir? S-i 2 vahid 2 dəfə artırıb. Aydındırmı? 2 dəfə artırıb. Deməli neçə dəfə dövr eləyibdi? 7 dəfə dövr eləyibdi. Aydındırmı? 7 dəfə dövr eləyib. Və 7-ci dövrdə nə zaman dövrdən çıxacaq? Yəni n böyükdür 100-dən. Böyük bərabərdir 100-dən. Aydındırmı? İndi burada n üstə gəl 7. Və indi baxaq. Baxın. N üstə gələk 7 dəfə. 7 dəfə 7 nə eləyəcək? 49. Böyük bərabərdir 100. Aydındırmı? N də böyük bərabərdir 100-dən nədir? Çıxacaq 49-u. Nə qədər qaldı? 51. İndi mən sizə sual verirəm. Burada ən kiçiyini tapa bilərəm, ən böyüyünü tapa bilərəm. Təbii ki, 49 olmaz, 50 olmaz, 51-in özü olacaq da. Ən kiçiyi 51 olacaqdır. Minimumu 51 olacaqdır. Maksı necə tapacağım? Dövrdə, neçənci dövrdə? Yəni bir dövr geri götürəcəm. Çünki 7-cidə çıxış eləyibdir. 6-cı dövrə baxacağım. N üstə gələk. 6 dəfədə 7-nin 42. Yəni bu işarədə də dövr qalıbdır. Aydınmı? Yəni işarəni dəyişmirəm. Çünki bu burada işləyibdir. 100 N kiçikdir. Nədən? 100-dən çıxacam 42-ni. 58. 58. Düzdürmü? İndi burada nəyi tapa bilirəm? Maksı tapa bilirəm. Ən böyük ədədim burada neçə olacaq? 57. Görürsünüz, həm minimumu, həm maksı. Siz hər ikisini tapın. Yəni birincini həll edin. Dövrdən çıxma şərti. Görün burada ən böyüyünü tapa bilirsiniz, yoxsa ən kiçiyi.